Payız mövsümünün ən ləzzətli yeməklərindən biri olan nar qovurma. Öncə çolpanı duzlayıram, istiotlayıram. Sonra kərə yağında heç su əlavə etmədən hər tərəfini qızardıram. Məndə tez pişən çolpa idi deyə susuz tam pişdi. Digər tavada yarım halqa doğranılmış soğanı kərə yağında qızardırıq. Qızardığı zaman şəkər, duz, istiot, bir də sarı kök əlavə edirik. Sonra yumuşalmış soğanın üzərinə toyuğu, sonra şabalıd, nar əzməsi və biraz su əlavə edib vamutda qapağın altında pişiririk ki, bütün dadlar bir-birinə qarışsın. Siz də hazırlayın, çünki bu çox ləzzətlidir. Payız mövsümünün ən ləzzətli yeməklərindən biri olan nar qovurma. Öncə çolpanı duzlayıram, istiotlayıram. Sonra kərə yağında heç su əlavə etmədən hər tərəfini qızardıram. Məndə tez pişən çolpa idi deyə susuz tam pişdi. Digər tavada yarım halqa doğranılmış soğanı kərə yağında qızardırıq. Qızardığı zaman şəkər, duz, istiot, bir də sarı kök əlavə edirik. Sonra yumuşalmış soğanın üzərinə toyuğu, sonra şabalıd, nar əzməsi və biraz su əlavə edib vamutda qapağın altında pişiririk ki, bütün dadlar bir-birinə qarışsın. Siz də hazırlayın, çünki bu çox ləzzətlidir.